Salam dostlar. Ezra xanımın şeirlerine ve Yazıçılar İttifaqına etiraz olarak yeni kiçik bir şeirimi sizə təqdim edirəm. Buyurun qulaq asın. Görün işin harasıdır, Ezra'nı şair etdiniz. Yazıçılar İttifaqına üzv olarak götürdünüz. Ağzına geləni yazdı, siz de baxıb ötürdünüz. Əvəzində bəs nə oldu, soxdu sizin ağzınıza. Mən bilmədim ağzınıza nəyi soxdu, nə çıxartdı. Mərhum şairlərin yeri o dünyada narahatdır. Xalqım giz-giz şeirlərə etiraz səsini uzatdı. O isə sizin iynənizlə tikdi bizim ağzımızı. Ezra sizin dünyanızı axır deşik-deşik etdi. Kəfkiri ilə üzün yığıb kəfini sizə yedirtdi. Məncə o cür şeirlərlə şeiriyyatı rəzil etdi. Kəfkirini kəf qarışıq soxdu sizin ağzınıza. Çox təəssüf ki, ay millətim, bugünkü reallıq budur. Sənətə qiymət verilmir, hər kəsən öz cibin güdür. Şeirdəki sözə baxın, hür itim hür, dür itim dür. Ezra xanım, şeiriyyatdan düttürüdür, dürüt düttür. Yəni, gedin, sizlik deyil.